Böyüklərlə davamlı mübahisə, valideyn, müəllim və digər böyüklərlə tez-tez konfliktə girmə, qaydalara qəsdən qarşı çıxmaq, tapşırıqları bilərək etməmək və ya əksinə etmək, tez hirslənmək, kiçik səbəblərə görə güclü emosional partlayışlar yaşamaq, inadkarlıq, yox cavabından tez-tez istifadə etmək və güzəştə getməmək, başqalarını qıcıqlandırmaq, qəsdən əsəbləşdirmək və reaksiya almağa çalışmaq, öz səhvlərinə görə başqalarını günahlandırmaq, məsuliyyəti qəbul etməmək, küskünlük və kin saxlamaq, uzun müddət intik qalmaq və qisasvari davranmaq, aqressiv sözlü davranışlar, yəni qışqırmaq, kobud danışmaq, təhqiramiz ifadələr işlətmək və sair kimi əlamətlər uşaqlarda və yeniyetmələrdə görülən pozisional davranış pozuntusunun əlamətləridir. Opozisional davranış pozuntusunun əsas səbəbləri olaraq impuls kontrolunda çətinlik, emosional tənzimləmə problemləri, davamlı konflikt ailə mühiti, düzgün verilməyən tərbiyə, həddindən artıq sərt və ya həddindən artıq sərbəst yanaşma, travma və emosional əlaqəlik və s. göstərilir. Nə qədər erkən müdaxilə olunsa, o qədər tez effekt görünür.